Salam, bugün sizlərə bir dənə proqram tanıtacağam. Hal-hazırda görmüş olduğunuz kimi bu fonları eləmək olur, belə-belə. Düşünürəm, bunu ən çox ruslar işlədir, mən də bunu işlətməyə qərar verdim. Ancaq o deyil də, təxmin etdiyiniz kimi bu da var. Belə bu formada. Belə də var. Bu Bad TV yazıb bunun altına. Bu yani o kadar da inandırıcı değil. Bu biraz inandırıcı hiss belə. Məsələn, parmağıma baxın. Dirəşmələr var. Birincisi vapşe ən pisi bu birincisidir. Neyse normal hala qoyaq. Normal daha qəşəngdir. Bu arada belə də qoymaq olur. Belə də var. Oradan gəlib bunu seçsək, belə olur. O titreşimli olanı burada daha net görsənir ki, bu da belə görsənir. Bu da belədir. Nə deyim tay? Məncə o Bad TV modudur bu. Bu da var belə. Bu da belədir. O başlanğıcda başladığım rusların ən çox işlətdiyi var ha, o da budur. Belə bu formada daha qəşəng görsənir ha bu. Nəysə elə sadə qoyaq biz. Nəysə oradan ayarlardan tündlüyün falan seçmək olur. Mən də belə elədim tündlüyünü. Ağ-qaranı da belə seçmək olur. Nə bilim bu köhnəyə bu yaxşıdır. Oyla bu belə olur, yəni. Belə oldu bu, yəni. Həqiqətən də oxşadı bu. Bundan. O neçə faizə qoyanda o dark yazıldı. Onu indi deyəcəm sizə neçə faizə qoyanda belə olur. Dark yox, memo modunu 60 yox, 81%-ə qoyanda belə olur. 80%-lığa qoyanda belə olur. Bu da belədir. Proqramın adını deyəcəm də sizə. Yaxşı, deyirəm. Proqramın adı Maker Video. Odur. Yəni bu videonun adı. Video deyirəm. Proqramın adı. Sağ olun. Bye bye.